Azərbaycan Xalq Cümhuriyyəti 4-cü Hökumət Kabineti dedi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü Hökumət Kabineti 1918-ci ilin aprelindən dekabrına qədər davam edir. Daha doğrusu 19-un aprelindən dekabrına qədər davam edir. Demək olar ki, ən uzun ömürlü hökumət kabinetimiz bəlkə də budur. Amma buna baxmayaraq yenə digər hökumət kabinetləri kimi 4-cü hökumət kabineti koalisiya hökumət kabineti idi. 4-cü hökumət kabineti bir növ belə deyək də, digər hökumət kabinetlərindən fərqli olaraq Rusiyanı, yəni Sovet Rusiyasına iqtisadi əlaqə qurmaq istəyirlər. Çünki Azərbaycan, indi bunu izah edəcəm, bu formatda indi birazdan keçirəcəyik. Azərbaycan Xalq Cümhuriyyəti hələ ki tam şəkildə fəaliyyət apara bilmirdi. Bakı-Batum neft kəməri həm dağılmışdı, həm də onun nəzarəti ingilislərin əlindədir. Və istəyirdilər ki, Azərbaycan iqtisadi böhrandan çıxması Rusiya vasitəsilə bir növ neftin satışını bərqərar eləsinə və bərpa eləyib oradan pullar qazansınlar, ən azından büdcəni doldursunlar. Onca istəyirlər. Amma Sovet Rusiyası ilə Azərbaycan arasında heç bir əlaqə qurula bilmir. Təəssüf ki, Sovet Rusiyası bizə o dərəcədə isti baxmırdı, hətta bizi tanımır. Dedi ki, 19 aprelindən dekabra yaradılan 4-cü Hökumət Kabineti rəhbəri Nəsib bəy Yusifbəyli olmuşdu. Nəsib bəy Yusifbəyli bilirsiniz də Azərbaycan tarixçiliyində Türk Federasiyası Partiyasının yaradıcısı olmuşdu, muxtəlif tələb edən şəxslərdən biri idi, gələcəkdə Milli Demokratik Hərəkatının nümayəndələrindən biri olmuşdu. Elə təbii ki, burada da dedi ki, 4-cü Hökumət Kabineti rəhbəri olacaqdı. Gəldik, apreldə dövlət qurdu. Mayın 28-də Paris Sülh Konfransında Azərbaycan nümayəndə Woodrow Wilsonla görüşür. Wilsonla görüşərək orada Azərbaycan Xalq Cümhuriyyəti xəritəsini, real xəritəsini təqdim eləyir. Axır ki, Amerikanla görüşmək məcburiyyətinə qalır. Görüşür və real xəritəsini təqdim eləyir. Real xəritəsindən sonra ərazi mübahisələrinin Azərbaycan xeyrinə həll olunmasını xahiş eləyir. Azərbaycanla burada kompakt yaşadığını və xalqların öz miqyasını təyin etmə məsələlərini burada ifadə eləyir. Yəni bunların hamısını Wilsonla ifadə eləyir və Wilson da bu məsələyə biraz hardasa qismən də olsa münasibətlə, isti münasibət göstərəcək. İyun ayında Azərbaycan Xalq Cümhuriyyəti bir neçə tədbirlər görəcəkdir. Bunlardan biri iyun ayında Əks İnqilabla Mübarizə Təşkilatı, yəni Xarici Kəşfiyyat İdarəsi yaradılması idi. Bu nə deməkdir? Yəni bildiyiniz müasir dildə desək DTX-dir, yəni Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat İdarəsi. Yəni Əks İnqilabla Mübarizə Təşkilatı yaradılacaqdır. İyunda ilk dəfə olaraq Xəzər dənizində hərbi donanma yaradılır. Düzdür, bizdə hərbi donanma məsələsi əvvəl də olub, amma siz onları keçmirsiniz. Siz bilin ki, AXC ilk Xəzər dənizində hərbi donanma yaradılır. Normalda Səfəvilərin dövründə də belə hərbi donanmamız var idi. Xəzər dənizində hərbi donanma yaradılacaqdı və bunu ingilislərin köməyi ilə baş verəcəkdi. Thomson deyir ki, Xəzər dənizi limanındakı olan silah-sursatı Azərbaycana təhvil verir və Azərbaycanın hərbi donanması yaradılmasında böyük bir töhfəsi olacaqdı. Sonra iyunda Gürcüstanla hərbi ittifaq bağlanılır. Niyə bağlanılır bu ittifaq? Mən sizə deyim. Bilirsiniz ki, bu dövr 1918-20 aralığı Rusiyada vətəndaş müharibəsi dövrüdür. Rusiyada vətəndaş müharibəsi dövründə Ağ Qvardiyasından qırmızılar mübarizə aparırdı və Ağlar gəlib Qafqaza qədər gəlib çıxmışdılar, dağlıq xalqlarını süquta uğratmışlar və bir növ bura qədər gəlib çıxmaları Azərbaycana risklidir. Azərbaycan da, Gürcüstan da artıq Rusiyanın boyunduruğu altına düşmək istəmirdi. Və Ağlar da düşünürlər ki, nə qədər torpaqlar işğal etsələr, o qədər möhkəmləndirib Rusiya vətəndaş müharibəsinə qələbə qazana bilərlər. Ona görə də Qafqaza doğru təhlükə var idi. Ona görə də iyun ayında Gürcüstana hərbi ittifaq bağlanır. Hər iki dövlət arasında bağlanan müqavilənin şərtinə görə Azərbaycan Gürcüstana neft və neft məhsulları verəcəkdi. Gürcüstan isə qarşılığında Azərbaycana hərbi yardım göndərəcəkdi, silah-sursat verəcəkdi. Bununla paraleldə Denikinə qarşı birgə mübarizə olacaqdı, hərbi şura yaradılacaqdı və şimalda çoxlu qoşunlar saxlanılacaqdı. Baxın, Azərbaycan Denikin təhlükəsinə qarşı olaraq şimalda qarnizonlar saxlanacaq. O dövrdə indiki kimi alternativ yollar yox idi. 1-2 dənə yol vardı. Yəni Rusiya bizə ancaq 2-3 yolda gələ bilərsən. Artıq gələ bilməzsən. Artığı dağların arasıdır. O da təchizata görə zəif idi. Onlardan da əsas bilirsiniz də Bakı-Maxaçqala dəmir yolu xətti tikilmişdi Azərbaycanla Rusiya birbaşa. O yolu qorumalıdır ki, Azərbaycan da bir çox qüvvəsini o istiqamətə yerləşdirmişdi. Gürcüstanla hərbi ittifaq bağlayıb və buna qarşı birgə mübarizə aparmaq haqqında qərar. Və 1919-cu ilin iyununda Azərbaycanda hərbi vəziyyət elan olunacaq. Hərbi vəziyyətin elan olunması 1918-ci ilin iyununda da oxşar cəhət olacaq. Sonra iyul ayına gəldiyimizdə burada
məsələ seçkilə keçirilməsinə bağlı qərar verilir. Yəni məsələ çağırılmalı idi və məsələ seçkilə keçirilməsinə bağlı qərar verilir ki, gələcəkdə bu layihə həyata keçirilsin, lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut elədiyi üçün bu layihə uyğun olmayacaqdı, alınmayacaq. Avqustda bir neçə hadisə baş verəcək. Vətəndaşlıq haqqında qərar verilir. Bir də iyulda məsələ seçkilə keçirilməsinə bağlı olaraq qadınlara seçki hüququ veriləcək. Bu da Şərq İslam aləmində ilk, yəni Azərbaycanda olub, İslam Şərq aləmində, Şərqdə İslam Şərq aləmində qadınlara seçki hüququ verilir. Vətəndaşlıq haqqında qanun verilir. Vətəndaşlıq haqqında qanuna görə Azərbaycan Respublikasının, yəni AXC-nin belə deyək də ərazisində yaşayan və yaxud da qıraqda yaşayan, amma Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı olan hər bir şəxs Azərbaycan Respublikasında, yəni AXC-də bərabər hüquqlu hüquqlara malikdirlər və imtiyazlara malikdirlər. Vətəndaşlıq haqqında qanunla bərabərində Qarabağda ermənilər Azərbaycanın suverenliyini tanıyacaqlar. Burada da Thomsonun rəhbərliyi altında olacaqdır. Yəni Thomson Qarabağda bir növ belə deyək də erməni icmasına Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində yaşamaq hüququnun olmasını və yaşamaq məcburiyyətinin olmasını tələb edəcəkdir və erməni icması məcbur qarşısında qalıb Qarabağda həm Azərbaycan suverenliyini tanıyacaqdır, həm də Qarabağ ermənilərin AXC vətəndaşı olmasını qəbul edəcəkdir. Həmçinin avqustda bu Bakı XKS barədə Xalq Komissarlar Sovetinin nümayəndələri, kommunistlərin tör-töküntüləri gedib özlərinə burada Talış Muğan Sovet Respublikası yaratmışdılar. Lənkəran bölgəsində və Talış Muğan Sovet Respublikasını da ləğv eləyəcəkdilər. Azərbaycan ordusu ləğv eləyib bunu. Sonra Naxçıvan General Qubernatorluğu öz fəaliyyətini bərpa eləyib və bu bu üç tədbir artıq 4-cü hökumət kabineti bütünlüklə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində öz suverenliyini tam şəkildə bərpa etmiş hesab olunacaq. Avqustda İngiltərə Azərbaycan qoşunlarını tərk eləyəcəkdir və AXC müstəqil dövlət kimi olduğu üçün tərk edirlər, işğal zonasından çıxarılır. Yəni və burada belə deyək də Thomson gedişi ilə Azərbaycan Xalq Cümhuriyyəti qismən də olsa əslində qalmasını istədilər ki, ən azından bir müdafiə səddi olsun. İngilislərin burada olması gələcək Rus işğalına qarşı. Sonra keçdik sentyabrda Bakı Dövlət belə deyək də Azərbaycanda ilk ali təhsil müəssisəsinin yaradılmasına bağlı işlər başlayacaqdı və bu işlər görülmə prosesi başlayacaqdı. Həmçinin sosial tədbirlər görüləcəkdi. Ümumilikdə 4-cü hökumət kabinetinin sosial tədbirlər deyəndə burada nələr nəzərdə tutulur? Körpəlik qadınları gecə işləməsini qadağan edən qanun, iş saatdan 8 saata endirilməsi, sahibkarların işçiləri və toplu şəkildə işdən çıxarılmasının ləğv olunması. Sonra bununla paraleldə biz nə deyə bilərik burada? Deyə bilərik burada əsasən də əgər körpəli qadınlar işləyirlərsə, o iş eləyəndə körpələr evinin tikilməsi layihələri ön plana çıxdı ki, yəni iş şəraiti yaşlarında, yəni qadınlar işləyirlərsə, ən azından bu işlədikləri yerlər tam şəkildə normal, təhlükəsiz iş yerləri olsun. Bunlar olacaqdı. Sonra müavinətlər veriləcəkdi, maaşlar bir neçə dəfə qaldırılacaqdı. Bunlar hamısı sosial tədbirlərdir. Mədəni tədbirlər deyəndə sentyabr, oktyabr, noyabr və dekabr ayları mədəni tədbirlər. 1-ci sentyabrda Bakı Universitetinin yaradılmasına bağlı iş prosesi başlayacaqdı. Noyabrda Bakı Universiteti açılışı olacaqdı. Tarix, filologiya fakültəsi fəaliyyətə başlayır burada. Ümumiyyətlə 4 fakültə ilə fəaliyyətə başlayacaqdı. Sonra Azərbaycan müsəlman şərqini öyrənən bir növ belə cəmiyyət yaradılacaq. Bir də Türk ocağı cəmiyyəti yaradılacaq ki, burada öyrənməsi üçün İstiqlal Müzeyi açılacaqdı. Sonra bundan paraleldə mətbuat haqqında qanun qəbul ediləcəkdi. Yəni bu aylar müddətində, sentyabr, oktyabr, dekabrda. Bunlar hamısı mədəni tədbirlər sayılacaqdı. Sosial tədbirlər, iqtisadi sosial tədbirlər, bir də Mərkəzi Bank yaradılacaqdı. 1919-cu ildə Mərkəzi Bankın yaradılması haqqında qərar veriləcəkdir. Sonra bu dövrdə Azərbaycan ərazi mübahisələri vardı. Bu ərazi mübahisələri bilirsiniz də SSR-dən keçmişdi ki, yenə standart eyni Gürcüstanla və Ermənistanla. Gürcüstanla məsələyə belə deyək də bir növ sonradan deyəcəyik. Ermənistanla məsələ əsas Zəngəzur məsələsi idi, yəni bu bölgə məsələsi idi. 1919-cu ilin noyabrında Tiflis danışıqları baş verəcəkdi. Tiflis danışıqlarında bir növ belə deyək də Ermənistan Azərbaycan arasında razılaşma olacaqdı. Razılaşmaya görə hər iki tərəf
belə bir növ Zəngəzuru tamamilə tərk edir bu istiqamətə. Hər işdə Zəngəzur qoşunları geri çəkəcəkdir və oranı sonrakı məsələdə müzakirə məsələsi edəcək. Lakin sonradan ermənilər bu sözləri tuta bilməyib, tutmayacaqlar daha doğrusu. Zəngəzura qoşu edəcək və Zəngəzurun müəyyən bir hissəsini darmadağın edəcəklər. Bundan sonra 19-cu il 4-cü hökumət kabinetinin fəaliyyəti bu olacaqdır. 5-ci hökumət kabinetinə baxdığımızda yenə 5-ci hökumət kabinetinin rəhbəri Nəsib bəy Yusufəli 1919-cu ilin dekabrından 1920-nin martın 31-nə qədər olacaq. Yaxşı, gəldik. 1920-nin yanvarında de facto tanındı. Necə de facto tanıyacaqdı? Antanta dövlətləri Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti müstəqilini de facto tanıyacaqdı. Səbəb nə idi? Bu vaxt Denikin məğlub olur, Ağ Qvardiyası məğlub olur. Birisi də Ağ Qvardiyası İngiltərə Fransa müdafiə edirdi. Ağ Qvardiyası məğlub olur və artıq Dağıstanda Sovet Rusiyası bir növ hakimiyyətə gəlir, yəni ələ alır hakimiyyəti və bu isə Qafqazda Gürcüstanla Azərbaycan üçün təhlükə yaranacaqdı. Və təbii ki, Antanta bundan qorxurdu, Azərbaycan itirmək istəmir, Gürcüstanı itirmək istəmir. Yəni Qafqazda yenə də bu dövlətin, yəni Rusiyanın mövqeyinin güclənməsini istəmirdilər. Buna səbəb neft məsələsi təbii ki. Ona görə də Azərbaycanı de facto tanıyacaqlar. Rəsmi şəkildə, faktiki olaraq yanvara tanıyacaqlar. Yanvarda bu xarici siyasi uğurdur. Yanvarda bir də hansı hadisə baş verəcəkdir? Azər-Tac yaradılacaqdır. Azərbaycan Teleqraf Agentliyidir bu. Bu gün də fəaliyyət göstərir. Azərbaycan ən belə köklü mətbuat orqanlarında həqiqətən də Azər-Tac işləmə çox böyük işləyən AXC varisidir. Azər-Tac yaradılacaq. Azər-Tac niyə yaradılmışdı Azərbaycan Teleqraf Agentliyi? Buna görə yaradılmışdı ki, bu Azərbaycan daxilində kommunistlər baş verən o dövrdə Azərbaycana müxalif partiyaları idi, müxalif bir növ şeylər idi, mətbuatlardır. Bunlar adətən şey edirdilər, fərqli fikirlər ifadə edirlər xaricilərə. Onun üçün də dolğun və doğru fikirləri ifadə etmək üçün Azər-Tac yaradılır ki, xaricdə Azərbaycanın nüfuzunu düşürəcək məlumatları təqzib eləsinlər və ona qarşı mübarizə aparsınlar. Sonra fevralda, 1920-nin fevralında yenə iki hadisə baş verir. Birinci İtaliya ilə saziş imzalanacaqdı. Saziş imzalanacaqdı fevralda. Burada nə idi İtaliya ilə saziş? İtaliya ilə saziş o idi ki, İtaliya ilə bizim aramızda iqtisadi müqavilə bağlandı. Bu müqaviləyə görə biz İtaliyaya neft və neft məhsulları verəcəkdik. İtaliya da bizi şey eləyəcəkdi, ona daxil bir növ hərbi silah-sursatla təmin edəcəkdi. Lakin bu hərbi kartellər gəldilər, təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut eləyəndən sonra gəldi, çatdı. Sovetlərin bir növ belə deyək də mükafatı idi bu demək olar ki. Sonra nə deyəcəkdik fevralda, sonra mart ayına gəldiyimizdə, martda nə olacaqdı 1900? İran bizi de jure tanıyacaqdı. De facto nə deməkdir uşaqlar? De jure deməkdir. De jure sənəd üzərində, yəni biz onlarla müqavilə imzalayırıq. Müqavilədə AXC dövləti sənəddə qeyd olunur və AXC-nin sənəd üzərində tanındığı ifadə olunur. De facto isə dildə ifadə olunur. Yəni şifahi şəkildə ifadə olunur ki, hə, bəli, Qafqazda belə bir dövlət mövcuddur və biz bu dövləti rəsmi şəkildə tanıyırıq. Amma istər de facto, istər de jure rəsmi tanınma demək. Bizə de facto tanınması çox böyük yararlı olur. Çünki biz Paris konferansında de facto tanınan sonra Azərbaycan, Latviya, Litva, Estoniya, Finlandiyada, Polşada, Gürcüstanda səfirliklər açmağa başladı. Amerika ilə sazişlər imzaladıq. İngiltərə ilə danışıqlar apardıq. İtaliya ilə elə zaten sazişlər imzaladıq. Yəni bunların hamısı bizim üçün çox böyükdür. İran isə bizi de jure tanıyacaqdı və əvvəl İran bizi tanımaq istəmirdi. Hətta türkmənçilər Azərbaycana ərazi iddiası ilə sürdü. Qorxurdu ki, Cənubi Azərbaycan müstəqilliyi meyilli artar. Ona görə də İran bizi məsəl üçün de jure tanıyır. Həm də o dövrdə bilirsiniz xiyabani hərəkatı vardı deyə vəziyyət ağır idi. Ona görə də İran bizə çox da isti baxmırdı, amma ingilislərin tərki ilə martda bizi de jure tanıyacaq. İndi gələk bizim yuxarı qonşumuz olan şimal qonşumuz Rusiya ilə münasibətlərimiz. Rusiya ilə biz heç vaxt münasibət qura bilməmişik. Normal adam kimi oturub danışa bilməmişik. Yəni reallıq budur. Adamlar bizə qarşı aqressiyalar var. 1920 yanvarda Rusiya bizə ultimatum göndərir. Nota göndərir ki, bəs biz sizlə birlikdə Denikinə qarşı birgə mübarizə aparmalıyıq. O dövrdə Xarici İşlər Naziri olan Fətəli xan Xoyski bildirir ki, bu
vətəndaş müharibəsi Rusiyanın daxili işidir. Biz Rusiyanın daxili işinə qarışa bilmərik və sizlə ancaq biz iqtisadi siyasi əlaqələr qura bilərik. İkinci notada isə bizi ittiham edir ki, biz Denikinə yardım edirik. Halbuki biz elə bir şey də eləmirdik Denikinə və Xoyski yenə bu məsələni inkar edir və yenə də ancaq sülh tərəfdaşlıq planları qurulmasını tələb edir. Fevralda bizim daxilimizdə separatizm və bir növ təqridçilik, yəni belə intriqa yaratmaq üçün başımızın bəlası olan Azərbaycan Kommunist Partiyası yaradılacaq. Kommunist Partiyası bütün sosialistləri öz ətrafında birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətində bəli o dövrdə işçilərin vəziyyəti ağır idi, mən buna bir söz deyirəm, amma yeni yaranan respublikadır, yəni təzə formalaşırdı və bunu çox böyütdülər. Xalq arasında çox böyük bir təbliğat, təşviqat işləri apardı Kommunist Partiyası və axırıncı məcbur qaldı Kommunist Partiyasına qarşı biraz mübarizə aparmaq, onu sıxışdırmağa məcbur oldu, çünki çox intriqa salırlar. Parlament daxilində də çox parçalanmağa təkan verirdi və Rusiya Kommunist Partiyası yaradıldıqdan sonra istəyir ki, öz işğalını bir növ qanuniləşdirsin və ikinci bir tədbir kimi Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq üçün içəridən ermənilərin üsyanlarını və erməni hücumlarını təşkil edəcək. Və 1920 martın 21-də Qarabağda erməni üsyanları baş verir. Erməni üsyanları baş verir. Bu vaxt artıq martdan bu tərəfə Ruslar Qafqazda qoşunlarını yığırdılar bu istiqamətdə. Amma Rusların kəşfiyyat dəstələri yaxşı bilirdi ki, bu istiqamətdə Azərbaycanın təqribən pür silah olunmuş ordusu var. Bu ordu Ruslara ciddi müqavimət göstərə bilərdi. Onun üçün Rusiya bunun üçün Qarabağda üsyanları təşkil edir. Azərbaycan buradakı qüvvələri az olduğu üçün, Gəncədəki də qüvvələr az olduğu üçün məcbur şimaldan müəyyən bir qüvvələr göndərdiyi Qarabağ istiqamətində. Bu vaxt martın 31-də hökumət böhranı əlaqəli olaraq Nəsib bəy Yusufbəli 5-ci hökuməti buraxdı və 6-cı hökumət Məhəmməd Həsən Hacınskiyə tapşırılacaq ki, Hacınski zaten özü sosialistdir. Və aprel ayında Qarabağ döyüşləri baş verdi. Aprel döyüşləri. Aprel döyüşlərinin baş verməsi 1920-ni 2016-nın oxşayacaqdır. Qarabağda baş verməsi elə oxşayacaq olacaq. Burada Xocalıda, Şuşada döyüşlər baş verəcəkdir və Keşiş kəndində və nəticə etibarilə ermənilər burada darmadağın olunacaqdır və üsyan yatırılacaq. Bunu görən Ruslar yeni bir hücum təşkil etmək üçün Ermənistanın Naxçıvan istiqamətində, bir də Qazax-Tovuz istiqamətində hücumlar təşkil edir. Azərbaycan rəhbərliyi yenə ordunun azlığı əldə bir də Qarabağda məsələ hələ isti-isti, tam yatışmamışdı deyə buradakı ordunu 2 dəfə göndərir bu istiqamətə və ordunu şimalı tamamilə müdafiəsiz buraxır. Kiçik bir qüvvə və bu qüvvə təbii ki, Rusların demək olar ki, təqribən 7-8 minlik və üstünə də hərbi qatar deyirlərdi ona. Çünki qatarların modifiyası olunmuş sistemi var da, ordu, məsələn, topları var, qatarların silah-sursat daşırlar o qatarlar. Hərbi qatarla gəlişinə mane ola bilməz. Və aprelin 27-sindən 28-də keçən gecə Rus ordusu sərhədi keçəcək. İçərisində xəyanətin olduğu bir sistem idi. Rus ordusu sərhəd keçir. Yalama stansiyasında təqribən 2-3 saatlıq döyüş 700 nəfərli Azərbaycan Xalq Cümhuriyyəti heç bir müqavimət göstərə bilmir. Hamısı öldürülür və qatar, Sovet qatarı birbaşa Bakıya doğru hərəkət edir. Bu vaxt isə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanma komandanı İldırım AXC-yə xəyanət edərək parlament binasına gəlir və hökumətin kommunistlərə təhvil verilməsini tələb edir. Əks təqdirdə parlament binasını donanmadan vurub partladacağını elan edir. Rəsulzadə və tərəfdarları bu qərarın əleyhinə çıxsalar da, axıra kimi vuruşmağın təklifini eləsələr də, lakin parlament əlavə qan tökülməsini istəmədiyi üçün səsvermə nəticəsində hökuməti kommunistlərə təhvil vermə qərarı alır. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti və Kommunist Partiyası arasında razılaşma görə yaradılacaq hökumətin müvəqqəti hökumət olacaqdı. Xalq Cümhuriyyəti müstəqilliyə toxunulmayacaqdı. Xalq Cümhuriyyəti nümayəndələri sıxışdırılmayacaqdı və Rus ordusu Bakıya daxil olmadan Türkiyəyə gedəcək. Çünki gələn ordu güya ki Türkiyə, Mustafa Kemal Paşaya kömək getdiyi üçün, köməyə gəldiyi üçün Azərbaycana gəlməlidir, Azərbaycanın içərilərinə doğru getməlidir. Lakin elə olmadı. Gələn Rus ordusu Bakıya daxil olur, Azərbaycan Xalq Cümhuriyyəti süqut edir və yenidən Rusiya işğalı başlayacaq.